müəllimlər və abituriyentlər 2025 güvən toplusundan xətti sürət bölməsinə baxırıq. B variantına. Birinci sualda deyir ki, sabit radiuslu çevrə üzrə hərəkət edən maddi nöqtənin xətti sürətinin dövrətmə periodundan asılılıq qrafiki verilmişdir. Çevrənin radiusunu hesablayın. Baxın, bizim sürətimiz, periodumuz var, radiusu istəyir. Düsturumuz belədir. V bərabərdir 2 pi r bölünsün t. Buradan biz tapırıq radiusu, çünki bizdən radiusu istəyir. R bərabərdir V vurulsun T bölünsün 2 pi olacaq. 2 pi bərabərdir. Yerinə qoyub hesablayırıq. V'miz 6 olanda, baxın buradan 6 olanda T'miz 0,2-dir. Yəni 6 vuraq 0,2 1,2 bölünsün 2 vurulsun 3. Yəni 6 yazıram promoy. 1,2-ni böləndə 6-ya bizə verir 0,2-ni. 0,2 metri də santimetrə çevirəndə olacaq 20 santim. Sonra gəlin ikinci suala baxaq. Dövrətmə periodunun sabit qiymətində 1, 2, 3 nöqtələrinə uyğun xətti sürətlərin qiymətlərini müqayisə edin. Buradan görürük ki, bu bir disk üzrə hərəkətdir. Biz də bilirdik ki, bir disk üzrə hərəkətdə bucaq sürəti, period, tezlik və dövrlərin sayı bərabərdir. Onda deməli, gəlin biz sürəti müqayisə edirik. Burada bizim radius köməyimizə çatacaq. Və omeqanı götürək. V bərabərdir omega r düsturunu yazaq. Çünki bilirsiniz də asılılığı tapmaq üçün bir cəmiyyət mütləq sabit qalmalıdır. Mən də deyirəm ki, bir disk üzrə hərəkətdə sabit qalan cəmiyyətlərdən biri də bucaq sürətidir. R. Bucaq sürətinin sabit qiymətində V ilə R düz asıdır. İndi 1 və 2 nöqtələrinə baxsaq, uşaqlar, dostlar, deməli, mərkəzdən məsafəsi 1 və 2-in eynidir. Deməli, V1-in sürəti V2-in sürətinə bərabərdir. Amma 3-cü nöqtəyə baxanda mərkəzdən ən uzaq məsafə 3-dədir. Deməli, 3-ün sürəti daha böyük olacaq. V3 böyükdür. Deməli, V1 bərabərdir V2-yə, V3 də bunlardan böyükdür. O da olacaq Y variantı. Üçüncü suala baxaq. Sabit bucaq sürəti ilə, yəni omega konstantdır. Buradan qeyd edirəm. Sabit bucaq sürəti ilə fırlanan R radiuslu diskin kənar nöqtəsinin sürəti V-yə bərabərdirsə, mərkəzdən R bölü 2 məsafədə olan nöqtənin sürəti nəyə bərabərdir? Yenə V bərabərdir omega R olduğuna görə sabit bucaq sürətidir. Bucaq sürətinin sabit qiymətində sürətlə radius bir-birinə düz mütənasib asılıdır. Onda yazıram ki, V1-in V2-yə nisbəti bərabərdir R1-in R2-yə nisbətin qeyd edirəm. İndi gəlin yerinə qoyaq. V1-imiz nə qədərdir? V-dir, R1-imiz R-dir. V2-ni istəyir bizdən. V bölünsün. Buradan yazsaq, hardan yazaq yer olsun? V bölünsün, yuxarıdan yazıram. V2 bərabərdir. R1-imiz R-dir. R2-miz nəyə bərabərdir? R bölünsün 2-yə. Gətirirəm bərabərdir. R bölünsün, R bölə 2, 2 qalxır yuxarı. R-lər ixtisar edir, tapırıq ki, V2-miz nəyə bərabər oldu? V bölünsün 2-yə. V bölə 2 olacaq A variantı. Sonra 4-cü suala baxırıq. Cisim radiusu 6 santim olan çevrə üzrə bərabər sürətlə hərəkət edərək 2 saniyə ərzində A nöqtəsindən B nöqtəsinə gəlir. Baxın, A nöqtəsindən B nöqtəsinə 2 saniyə ərzində gəlir. Bizdən onun sürətini istəyir. V bərabərdir, L bölünsün T'dir. Zamanı verib 2 saniyədir. Amma A və B arası məsafə bilirsiniz də tam çevrənin yarısıdır. Ümumi çevrənin uzunluğu 2 pi r-dirsə, bura düşəcək pi r. Eləmi? Pi-miz 3-dür, R-imizi də 6 verib. 3 vurulsun 6, 18. Deməli, A-dan B-yə qədər olan məsafə 18-dir. Mən də gətirirəm 18-i bölürəm. Zamanımı nə qədər verib? 2-yə. 18 bölək 2 bizə verəcək nəyi? 9-u. Cavabımız olacaq 9 metr böl saniyə. A variantı. 5-ci suala baxırıq. Cisim verilmiş radiuslu çevrə üzrə bərabər sürətlə hərəkət edərək A nöqtəsindən B nöqtəsinə, baxın, bu trayektoriya üzrə gəlir. A nöqtəsindən B nöqtəsinə gəlir. 5 saniyə. Bu cisimin bir tam dövr ərzində 60 metr yol gedirsə, onun sürətini hesablayın. Baxın, bir tam dövr nə deməkdir? A nöqtəsindən başlayıb A nöqtəsində gəlib dayanmaq. Yəni, bir tam çevrə 2 pi r yolu getmək deməkdir. Baxın, bu bir tam çevrə, yəni 2 pi r-imiz 60-a bərabərdir, deyir.
Pimiz də 3-dür. 2 vurulsun 3, 6. 6 yer bərabərdir 60. Buradan tapıram ki, mənim radiusum 10-a bərabər imiş. Radiusun 10-a bərabər olduğunu biləndən sonra həm də AB məsafəsi elə bil ki, çevrənin 4/1-idir da. 4/1 nətər tapırdıq gedilən yolu? L bərabərdir 4/1 vurulsun 2 pi r idi. 2 pi r. 2-lər ixtisar edir, qalır pi r bölə 2. Eləmi? Pi'miz 3'dür. 3 vurulsun 10 tapdıq. Eri bölə 2. Bu da 5 vurulsun 3 15. Deməli buradan A'dan B'yə qədər bizim məsafəmiz 15 metr imiş. Onda V'miz də S böl T deyil. 15 bölünsün 5. O da bizə verəcək 3'ü. C variantı olacaq. Vəssalam. 6-cı suala baxırıq. Radiusu 90 metr olan çevrə üzrə 30 metr böl saniyə sürətlə bərabər sürətlə hərəkət edən cisim nə qədər vaxtda A nöqtəsindən K nöqtəsinə çatar? Baxın, bu trayektoriya üzrə gedir. A nöqtəsindən K nöqtəsinə çatmaq üçün çevrənin 4/1-in gedib. Eləmi? Görüm nə qədər yol gedib. L bərabərdir 4'dən 1 vurulsun 2 pi r. Bu da bizə verir 2'lər 4 ixtisar edir. Pi r bölə 2. Eləmi? Buradan tapıram ki, yerinə qoyanda 3 vurulsun r'imiz nə qədərdir? 90 bölə 2. 45 vurulsun 3 nə edir dostlar? 45 vurulsun 3. 3 dəfə 5'in 15. 3 dəfə 4'ün 12. 135. Deməli, ümumi A'dan K'ya qədər olan məsafə 135 imiş. Baxın, bu məsafə 135 metrdir. Məndən T'ni istəyir. T bərabərdir S böl V'dir. S'imiz 135'dir. 135'i bölürük. Neçə saniyə deyir? T sürəti nə qədər verib? 30. 135'i 30'a böləndə nə qalır? 13,5'i bölürsən 3'ə 4,5. Cavabımız olacaq 4,5. B variantı. 7-ci suala baxırıq. Radiusu 50 santim olan çevrə üzrə bərabər sürətli hərəkətdə radius vektorunun dönmə bucağının zamanın asılılıq qrafiki verilmişdir. Xətti sürəti hesablayın. Deməli, fiilin T'dən asılılıq qrafikini görən kimi buradan biz ancaq bir dənə omeqanı tapa bilərik. Omega bərabərdir fi böl T'yə görə. 80 bölünsün 2 bizə nəyə verəcək? 4'ü. Tapdıq ki, omeqamız 4'ə bərabərdir. Bizdən sürəti istəyir, bir də r verib. V bərabərdir omega r düsturu ilə hesablaya bilərik. Da elə deyilmi? V bərabərdir omega vurulsun r. Buradan xətti sürəti tapmağa ehtiyac yoxdur, elə düstur onu göstərir. Omeqamız 4'dür, r'imiz də 50 santimdir, amma cavablar baxın metrlə verilib. Yəni bunu metrə çevirməliyik, o da bizə verir 0,5 metri. Yəni 4'ü vuranda 0,5'e nə eləyir? 2. Deməli, cavabımız 2 metr böl saniyə bərabər olacaq. C variantı. 8-ci suala baxırıq. Saatın dəqiqə əqrəbinin uc nöqtələrinin xətti sürətin uzunluğundan asılılıq qrafikini deyir hesablayın. Heç nə V bərabərdir S böl T'dir da. Bilirik ki, həmişə sürət yoldan düzüm tənasibasıdır. C variantı olacaq. 9-cu sual. Saatın saniyə əqrəbinin uzunluğu 20 santim olarsa, bu əqrəbin uc nöqtələrinin xətti sürətini hesablayın. Yəni, baxın, saatdır. Fərz edək ki, bu saatın mərkəzdən saniyə əqrəbi budur. Baxın, buradan. Deməkdir ki, bu. 9-cu sualda saatın saniyə əqrəbinin uzunluğu 20 santimdir. Bu əqrəbin uc nöqtəsinin xətti sürətini hesablayın deyir. Baxın, bir saat çəkirəm. Saatın saniyə əqrəbi baxın buradan buradır və əqrəbin uzunluğu 20 santimetr olmağı elə bu çevrənin uzunluğu deməkdir. Yəni çevrənin uzunluğu deyirəm, çevrənin radiusu deməkdir. Yəni deməli bizim r-imiz elə 20 santimdir. Bunu saxlayıram yadda və sürəti istəyir. V bərabərdir 2 pi r bölünsün T'dir. İndi T'ni də sizlə bir yerdə təyin edəcəyik. 2 pi r bölünsün T'dir. Buradan gətirib 2, pi'nin yerinə 3 qoyuram. 2 vurulsun 3, vurulsun r'imiz 20, bölünsün. T nə qədərdir? Elə bil saatın saniyə əqrəbidir. Yəni saniyə əqrəbi bir dəfə dövr edəndə 1 dəqiqə olur. O da saniyə ilə istəyir bizdən deyək. 1 dəqiqəmiz 60 saniyədir. 6'lar ixtisar edir. 2'ni vuranda 3'ə 6 edir. Sıfırlar da gedir, qalır 2. Deməli, cavabımız neymiş? 2 metr bölünsün saniyəyə bərabər olacaqmış. Sonra 10-cu suala baxırıq.
Ud nöqtəsinin xətti sürəti, yəni V-miz 1,2-yə bərabərdir. Metr böl saniyə olan saniyə əqrəbinin uzunluğunu hesablayın. Yəni tam tərsinə gəlirik də. Bu səfər də saniyə əqrəbinin uzunluğu deyəndə saniyə əqrəbinin periodu nə qədər olacaq? Yenə 60 saniyədir. Yəni 1 dəqiqədir, o da 60 saniyəyə bərabər olacaq. Yazıram ki, T bərabərdir 60 saniyə. Qeyd edirəm, bizdən uzunluğu istəyir. Yəni V bərabərdir L bölünsün T-dir məsələmiz. Elə deyil. Buradan da L bərabər olacaq V vurulsun T-yə. V vurulsun T. O da 1,2 vurulsun 6 eləyir. Amma burada bir məsələ var. Bu saatın saniyə əqrəbi, bu ud nöqtəsinin sürəti bu qədərdir. Amma bizim radiusumuz bəlli deyil. Radiusumuz bəlli deyil. Məsələ oradadır. Biz radiusu tapmalıyıq. Radiusu tapmamış bunu necə tapa bilərik ki? Gəlin radiusu tapaq. Düsturumuz yenə V bərabərdir 2 pi r böl T-dən. R bərabər olacaq nəyə? V vurulsun T bölünsün 2 pi. Bunların hamısının qiymətləri bizdə var. 1,2 vurulsun. T'miz nə idi? 60 bölünsün 6. Bunlar ixtisar gedir, qalır 12. 12. Bu çevrənin radiusudur. Elə deyil. Çevrənin radiusu da elə əqrəbin uzunluğudur da. Bayaqlarım göstərmişdim. Baxın, buradan buradır əqrəb. Bu əqrəbin uzunluğu elə çevrənin radiusudur. Ona görə də cavabımız 12 santim olacaq. Sonra 11-ci suala baxırıq. Sabit radiuslu, yəni R-in konstant qiymətində çevrə üzrə hərəkət edən maddi nöqtənin fırlanma tezliyi 40% artarsa xətti sürət nəyə bərabərdir? 40% artmaq o deməkdir ki, 40 üstə gəlinsin 100 böl 100. Bax, bu 40% artmaq bu deməkdir. O da bizə 5 dəfə artmaq deyir. Düsturumuz da V bərabərdir 2 pi r n-dir. Yəni radiusun sabit qiymətində sürətlə tezlik düz astıdır. Yəni bizim tezliyimiz 5 dəfə artırsa, deməli sürətimiz də 5 dəfə artacaq, olacaq A variantı. 12-ci suala baxırıq. Verilmiş radiuslu çevrə üzrə bərabər sürətli hərəkətdə bucaq sürəti 50% artır. Xətti sürət necə dəyişər? Baxın, 50% artmaq yenə 100 plus 50 bölə 100 deməkdir. Yəni 1,5 dəfə artmaq imiş. 1,5 dəfə artır. Bizim də yenə bucaq sürəti artır, sürəti istəyir. Elə deyil, radiusda deyir sabitdir. Düsturumuz V bərabərdir, omega vurulsun R-dir. Radiusun sabit qiymətində bucaq sürəti ilə sürət düz astıdır. Yəni bucaq sürətimiz 1,5 dəfə artırsa, bizim sürətimiz də 1,5 dəfə artacaqdır. C variantı. Sonra 13-cü suala gəlirik. 13-cü sualda deyir ki, çevrə üzrə bərabər sürətli hərəkət edən hərəkətlərdə xətti sürətin dövrətmə tezliyindən asılılığı verilib. Bu halda radiusları müqayisə edin. Yenə V bərabərdir 2 pi r n-dir. Baxıram ki, baxın, bu xətt bütün nöqtələr N-ə perpendikulyardır. Elə deyil. N-ə perpendikulyar olmaq nə deməkdir? N dəyişmir. N-in sabit qiymətində sürətlə radius düz asılıdır. Demək ki, sürət harda böyükdürsə, radius orada böyükdür. Sürət də bir nöqtəsində böyükdür. Belə-belə birləşdirəndə baxın, yuxarı getdikcə sürət artır axı. Deməli, R1 daha böyükdür. R1 böyükdür R2, o da böyükdür R3. Deməli, R1 böyükdür R2, o da böyükdür R3. D variantı olacaq onda. 14-cü suala baxırıq. Xətti sürətin dövrətmə tezliyindən asılılığına əsasən radiusun ən böyük qiymətini. Düsturumuz V bərabərdir 2 pi r n-dir. Radiusun ən böyük qiyməti o deməkdir ki, yəni düz asılıdır. Radius sürətlə düz asılıdır, tezliklə tərs asılıdır. Radiusun böyük qiyməti sürətin böyük qiyməti olacaq. Amma tezliyin kiçik qiyməti olacaq. Baxıram, sürətin böyük qiymətləri yuxarı qalxdıqca sürət artır. 1 və 2-dir. Amma tezliyin kiçik qiyməti, baxın, bu tərəfə getdikcə artırsa, deməli sıfıra tərəf olan yerlər olacaq da. Bunu da başqası ilə işarə edirəm. 1 və 4-dür, eləmi? Tezliyin kiçik qiymətləri. Ortaq olan nə oldu? 1. Deməli, cavabımız olacaq 1. Sonra baxırıq. Çıxdı oradan. Bir də daxil olaq. Sonra baxırıq 15-ci suala.
Xətti sürətin dövrətmə periodunun zamandan asılılıq qrafikinin radiusun ən böyük qiyməti. Yenə düsturu yazıram. V bərabərdir 2 pi r bölünsün t-dir. Radiusun ən böyük qiyməti. Radius burada sürətlə də düzdür, periodla da düzdür. Deməli, həm sürətin, həm periodun böyük qiymətlərini. Sürət bu istiqamətdə gedəndə artır deyə sürətin böyük qiymətləri 2 ilə 3-dür. Eləmi? Baxanda 2 ilə 3 sürətin böyük qiymətləridir. İndi periodun böyük qiymətlərini tapmağa çalışaq. Bu gün buna nə oldu? Yenidən yazırıq. V bərabərdir 2 pi r böl t. Dedik ki, radiusun ən böyük qiyməti sürətin və periodun ən böyük qiyməti olacaq. Bu sürətin ən böyük qiyməti 2 ilə 3-dür. Periodun ən böyük qiyməti isə bu istiqamətdə gedəndə artır deyə 4 ilə 3-dür. Ortaq olan nə oldu? 3. Deməli, cavabımız olacaq 3. Sonra baxırıq 16-cı suala. Deyir ki, verilmiş radiusu çevrə üzrə bərabər sürətli hərəkət edən cismin fırlanma periodu 16 saniyədir. K nöqtəsinə keçəndən sonra 12-ci saniyənin sonunda cisim hardadır? Baxın, ümumi bir tam period, yəni cisim K-dan başlayıb K-ya gəlir, çevrəni tam dolaşır 16 saniyə. Onda hər hissəyə 4 hissədən ibarətdir, 4. Hər hissəni bölürəm 4-ə. Burada 4 düşür, burada 4, burada 4, burada 4. Eləmi? 4 saniyə düşür. İndi K nöqtəsindən gəlirəm, baxın, 1, 4 saniyə, sonra gəlirəm 8 saniyə. 8 üstə gələk 12. Bax, bu nöqtədə artıq bu nöqtə 12-ci saniyədir. 12-ci saniyənin sonunda deyir ki, sürət hara yönələcək? Deməli, sürət də çevrəyə toxunanda bu istiqamətdə gəlir, çevrəyə toxunan istiqamətinə yönəlir. Deməli, C oldu. 12-ci saniyədə gəldi o nöqtəyə düşdü. Çevrəyə toxunanda həmin hissədə ora yönəlir. 17. Verilmiş radiuslu çevrə üzrə saat əqrəbinin hərəkət istiqamətində bərabər sürətlə hərəkət edən cismin fırlanma periodu